Salam dostlar, bu videoda OSI modelinə aid olan sualları izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. OSI modeli niyə yaradılıb? Doğru cavab B variantı. Fərqli istehsalçılar arasında şəbəkə kommunikasiyasını standartlaşdırmaq üçün OSI modeli yaradılıb. OSI modeli yaradılmazdan əvvəl fərqli istehsalçılara aid olan şəbəkə cihazları bir-biri ilə əlaqə qura bilmirdi. Keçək növbəti suala. 2 nömrəli sual. OSI-nin açılışı nədir? Doğru cavab A variantı. Open System Interconnection. Azərbaycanca deyəsi olsaq, açıq sistemlərin qarşılıqlı əlaqəsi. OSI modeli şəbəkə əlaqəsini başa düşmək üçün istifadə olunur. Keçək növbəti suala. 3 nömrəli sual. OSI modelindən əvvəl əsas şəbəkə problemi nə idi? Doğru cavab B variantı. Fərqli istehsalçılar arasında standartlaşdırmanın olmaması idi. Fərqli istehsalçılar öz protokollarını inkişaf elətdirirdilər, bu da uyğunsuzluq problemi gətirirdi. Keçək növbəti suala. 4 nömrəli sual. OSI modeli neçə layerdən ibarətdir? Doğru cavab C variantı. 7. OSI modeli 7 layerdən ibarətdir. Application, Presentation, Session, Transport, Network, Data Link, Physical. Mən layerləri yuxarıdan aşağıya doğru saydım. Yəni ki, 7-dən 1-ə doğru saydım. Keçək növbəti suala. 5 nömrəli sual. OSI modeli hansı təşkilat tərəfindən yaradılıb? Doğru cavab C variantı. ISO. OSI modeli ISO tərəfindən yaradılıb. ISO-nun açılışı International Organization for Standardization. Azərbaycanca deyəsi olsaq, Beynəlxalq Standartlaşdırma Təşkilatı. OSI modeli Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən yaradılıb. Keçək növbəti suala. 6 nömrəli sual. Aşağıdakılardan hansı OSI modelini təsvir edir? Doğru cavab B variantı. Referans model. OSI bir referans modelidir. Şəbəkənin necə işlədiyini standartlaşdırmaq və izah etmək üçün yaradılıb. Keçək növbəti suala. 7 nömrəli sual. HTTP protokolu OSI modelinin hansı layerində işləyir? Doğru cavab A variantı. Application. HTTP protokolu OSI modelinin 7-ci layer olan Application layerdə işləyir. Keçək növbəti suala. 8 nömrəli sual. OSI modelinin hansı layeri datanın fiziki ötürülməsinə cavabdehdir? Doğru cavab B variantı. Physical. OSI modelinin 1-ci layer olan fiziki layer datanın bildiyimiz kabel ilə, optik kabel ilə və wireless ilə ötürülməsinə cavabdehdir. Keçək növbəti sualımıza. 9 nömrəli sual. Hansı layer yolun seçilməsinə cavabdehdir? Doğru cavab C variantı. Network. 3-cü layer olan network layer yolun seçilməsinə cavabdehdir. Keçək növbəti suala. 10 nömrəli sual. Hansı protokol network layerdə işləyir? Doğru cavab C variantı. IP. IP protokolu OSI modelinin 3-cü layer olan network layerdə işləyir. OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı başa düşməyinizə kömək edəcək. Videonu bəyəndiysəniz, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.